Paytaxt sakinləri 179 nömrəli marşrut xəttinin fəaliyyəti ilə bağlı narazılıq edirlər. Sərnişinlərin sözlərinə görə marşrut üzrə avtobuslar çox vaxt gecikir və interval normadan artıq olur. Bu səbəbdən vətəndaşlar dayanacaqlarda uzun müddət gözləməli olurlar. Sakinlər bildirirlər ki, xüsusilə səhər və axşam saatlarında vəziyyət daha da çətinləşir. Avtobusların gec gəlməsi nəticəsində dayanacaqlarda sərnişin sıxlığı yaranır. Gələn nəqliyyat vasitələri isə həddindən artıq dolu olur. Bu da insanların rahat və təhlükəsiz şəkildə hərəkət etməsinə maneə yaradır. Bəzi sərnişinlər qeyd edirlər ki, avtobusların gecikməsi onların işə, dərsə və digər vacib ünvanlara vaxtında çatmasına problem yaradır. Bu səbəbdən də bir çox vətəndaş alternativ olaraq taksi xidmətlərindən istifadə etməyə məcbur qaldıqlarını bildirir. Sakinlər aidiyyatı qurumlardan 179 nömrəli marşrut xəttində avtobusların sayının artırılmasını, hərəkət intervalının tənzimlənməsini və sərnişinlərin üzləşdiyi problemin qısa zamanda həll olunmasını xahiş edirlər.